Rəhman və Rəhim olan Allahın adıyla. Görsən, bəziləri bu fikirdədirlər ki, deyirlər ki, imamın həyatı, tutaq ki, Əlinin həyatı din deyil, Hüseynin həyatı din deyil, tarixdir. Xeyr, o cür deyil. Əvvəla İmam Baqir Əleyhisselamdan bir hədis gətirin, buyurur ki, din bizik. Kəlam elə bu cürdür, din bizik. Yəni 12 İmam Əleyhisselam, Həzrəti Peyğəmbər Əleyhisselam, Həzrəti Fatimə xanım, bunların sözü, danışığı, baxışı, bütün həyatları bunların başdan başa dindir. Məsələn, Zeynalabdin Əleyhisselam yanında öz xidmətçisi Mədinə küçələrinə gedirdi. Baxdı ki, bir nəfər nəsə deyir, bir dəstə adam da onun ətrafına yığışıb gülüşürlər. İmam Əleyhisselam xidmətçisindən soruşdu ki, o kimdir elə cəmaat onun sözlərinə qulaq asır, gülür. Dedi ki, Əminə Rəsulullah, o təlxəkdir. İmam soruşdu ki, təlxək kimdir, təlxək nədir? Yəni, əgər mən Allahın hüccətiyəmsə, imamamsa, bu ümmətə rəhbər, Peyğəmbərdən sonra rəhbərlik ki, bizə verilib, bu ümmətin əgər rəhbəriyəmsə, mən belə bir iş tanımıram. Təlxək nədir, təlxək kimdir? Dedi, Əminə Rəsulullah, təlxək o kəsdir ki, o doğru, yalan, gülməli sözlər deyir və cəmaat da ona gülür. Dedi, ged o təlxəyə de ki, Allahın bir günü olacaq, yəni qiyamət günü. Həmin gün təlxəklər ziyan çəkəcək. Yəni, bu hüccətin Allahın bizə, müsəlmana rəhbər təyinlədiyi şəxsin artıq təlxək haqqında Allahın bir nəzəridir. Onun kitabının bir nəzəridir, onun dininin bir nəzəridir, onun imamının bir nəzəridir. Yəni, ümumiyyətlə, imamlar İslamın canlı mücəssimləridir. Qur'an-ı Kərim samit kitabdır, nəzəriyyədir. Onun danışan dili isə Əhl-i Əleyhisselamdır. Bir nəfər, deməli, Kufədə yaşayan bir mömin eşitdi ki, İmam Baqir Əleyhisselam Şama gəlib. Durdu, isti hava şəraitinə baxmayaraq, Ərəb çölündəki istini eşitmişsiniz, 55-60 dərəcə isti. Durdu, isti hava şəraitində Kufədən gəldi Şam şəhərinə. Yəni, indiki, deməli, Suriyanın Dəməşq şəhərinə. Gəldi, İmam Baqir Əleyhisselamı xoş gəldin dedi, görüşdü, hörmətin, ehtiramını bildirdi və sonra ayaqqabılarını çıxartdı. İstinin hərarətindən müminin ayağının altı cadar-cadar olmuşdu. Və o, necə deyirlər, baş qaxıncı ilə yox, bir şövqlə dedi ki, Yəbnə Rəsulullah, ey Peyğəmbər evladı, mənim ayağımın bu isti hava şəraitindəki yol gəlmişəm ki, belə çat-çart olubdur. Mənim bu ayağımın bu hala qalmasının səbəbi siz Əhl-i Beytə olan, şəxsən sizə olan məhəbbətimdən başqa bir şey deyil. Mənim bax, bu ayağımın bu hala qalmasının səbəbkarı sizə olan məhəbbətimdir. İmam Əleyhisselam buyurdu ki, sən tamamilə doğru bir ünvana gəlmişsən. Bəyəm İslam dini biz Əhl-i Beytin məhəbbətindən başqa bir şey midir? İndi bəzi insanlar deməsin ki, bəs Allaha iman, Peyğəmbərə iman, kitaba iman. Yəni, söhbət hamısı eyni kökdəndir. Eyni kökdən. Yəni, sən imamı tanıyanda, imam sənə Allaha ibadətin üslubun yetərincə öyrədəcək. Sən imamını tanıyanda, o sənə Peyğəmbərə yanaşmanı, Qur'ana necə yanaşmanı, o cümlədən ibadətə, itayətə, bütün qohumla münasibət, qonşu ilə münasibət, həyat münasibətlərin sənə mizan, tərəzi ilə necələrlər, zərgər dəqiqliyini öyrədəcək. Söhbət bax, bu işdən gedir ki, bəli, buyurdu ki, sən tamamilə doğru ünvana gəlmirsən, bəyəm, İslam dini biz Əhl-i Beytə məhəbbətdən başqa bir şey midir? Allah Teala bizləri Əhl-i Beytin sevgisində, Allaha imanda, Qur'ana, Peyğəmbərə sevgidə, imanda həmişə sabit qədəm eləsin.